Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədi ilə közərmə lampaları mərhələli şəkildə dövriyədən çıxarılır. İyulun 1-dən isə belə lampaların idxalı, istehsalı və satışı tamamilə qadağan ediləcək. LED lampalara keçid artıq əksər ailələrin gündəlik həyatının bir hissəsinə çevrilib. Bəs vətəndaşlar evlərində əsasən hansı növ lampalardan istifadə edirlər və bu seçim ailə büdcəsinə real təsir göstərirmi? Evimizdə əsas LED lampalardan istifadə edirik. Həm təhlükəsizlik cəhətdən, həm də qənaət baxımından daha sərfəlidir. Lampanın növləri var da, ağ işıq var, sarı işıq var, bir də gün işığı var. Gün işıqlarından istifadə edirik. Voltajları azdır və işıq enerjisini az yazır. Aylıq məsəl üçün 35 manat gələn işıq pulu ağ işıqlar vasitəsilə gəlir 25-22 manat. Əsasən LED lampalardan istifadə olunur. Qənaətçildir, həm təhlükəsizdir. Həm də dəyişik işıqlandırmasında dəyişik fərqləri var. Mağazalarda da LED lampalara tələbatın artdığı müşahidə olunur. Satıcıların sözlərinə görə alıcılar təkcə qiymətə deyil, işıqlandırma keyfiyyətinə və enerji sərfiyyatına da diqqət yetirirlər. LED lampalara tələbat artıq son 5 ildə artıb. Zaten yeni texnologiya olduğu üçün insanlar istifadə etməyə daha üstünlük tutur. Bunun da səbəbi əsas odur ki, işıq rənglərinin fərqi çoxdur. Məsələn, közərmə lampaları sadəcə sarı yanırsa, LED lampaları 3000 Kelvin, 4000 Kelvin və 6500 Kelvin olaraq rəng dərəcələrinə bölünmüşdür. Qiymət fərqi közərmə lampası və LED lampaları arasında çox da bir qiymət fərqi yoxdur. Demək olar ki, bugünkü gündə eynidir. 90%-ə qədər LED lampalar közərmə lampalarından daha az işıq qənaət edir. Məsələn, 60 watt közərmə lampasının verdiyi işığı 9 watt LED lampa verə bilir. Energetika Nazirliyinin şöbə müdürü Cahid Mikailov bildirir ki, bir LED lampası 15-17 ədəd közərmə lampasını əvəz edə bilir. Eyni zamanda cəmi 7 watt gücündə LED lampa 60 wattlıq közərmə lampasının verdiyi işığı təmin edir. Bu isə enerji istehlakının azalması və ailə büdcəsinə real qənaət deməkdir. Bəs bu üstünlüklər ailə büdcəsinə konkret olaraq nə qədər qənaət gətirir? Bir LED lampası 7 il ərzində istismar oluna bilir ki, bu müddətdə cəmi 105 kWh elektrik enerjisi istehlak edir. Bu da 8,8 manat xərc deməkdir. Amma eyni işi közərmə lampası 15-17 ədəd lampa ilə görür və 900 kWh elektrik enerjisi istehlak edir ki, bu da 75,6 manat xərc deməkdir. Deməli, LED lampaya keçdikdə biz ailə büdcəmizə qənaət etmiş oluruq. Bir evdə orta hesabla götürsək, közərmə lampalarını LED lampalarla əvəzləməklə biz illik təqribi 60 manata qədər qənaət edə bilərik. Beləliklə, ekspertlərin hesablamalarına görə LED lampalara keçid ümumi enerji sərfiyyatını azaltmaqla yanaşı, uzunmüddətli perspektivdə ailələrin gündəlik xərclərinə də birbaşa müsbət təsir göstərir.